Salam, bugün sizinlə kimyəvi formulların hesablanması bölməsindən 4 sualın həllini paylaşacağım. 44-cü suala başlayaq. Bizə məsələnin şərtində birinci birləşmənin formulu x, y, 2 kimi verilib və ikinci və üçüncü birləşmələrin formullarının tapılması tələb olunur. Qrafikə baxsaq görərik ki, y maddəsinin kütləsi dəyişmir, yalnız x-in kütləsi dəyişir və x, y2-də 8 qram y var, 7 qram x var və 7 qram x 1x atomudur. 1x atomuna 7 qram uyğun gəlir. Daha sonra baxarıq ki, ikinci maddədə 14 qram x var. Yəni 2 dəfə çox. Onda biz deyə bilərik ki, x atomunun sayı da 2 dəfə çox olur, artır. X 2, y 2 olur. Bu ikinci maddə. Üçüncü maddəyə baxsaq görərik ki, x-in kütləsi 7, 21. 3 dəfə artıb. Bu zaman belə nəticəyə gəlmək olar ki, x atomunun sayı da 3 dəfə artacaq və formulumuz x 3, y 2 kimi olacaq. Əlbəttə ki, burada x2, y2-də sadələşdirmə aparıb bunu x, y kimi yaza bilərik. Bu zaman bizim doğru cavabımız C variantı olacaq. Gəlin növbəti olaraq 56-cı məsələnin həllinə baxaq. Bizə məsələnin şərtində reaksiyaya daxil olan maddələr və reaksiya məhsulları verilib. Bu tipli məsələləri həll eləməmişdən əvvəlcə reaksiyanı yazmaq lazımdır. YO3 plus XOH alınır. X2, YO4 və su. Daha sonra reaksiyanı əmsallaşdırırıq. Bu zaman solda 1x, sağda 2x atom olduğu üçün XOH-ı 2 yazsaq, əmsallarımız tamamlanmış olur. Biz maddə kütləsinin saxlanması qanununa əsasən bilirik ki, reaksiya daxil olan maddələrin kütlələri cəmi reaksiya nəticəsində alınan maddələrin kütlələri cəminə bərabərdir. Onda biz yazarıq ki, 2m bərabərdir 16-ya, m də bərabərdir 8-ə. Daha sonra biz bu reaksiyaya baxanda görürük ki, 1 mol YO3 reaksiyaya daxil olanda 1 mol, yəni 18 qram su alınır 1 moldan. Amma reaksiyada 1,8 qram su alınıb. Deməli, reaksiyamıza 0,1 mol YO3 daxil olub. Və əmsallara baxıb görürük ki, YO3-dən 0,1 mol daxil olubsa, XOH-dan onda 0,2 mol daxil olacaq. Daha sonra biz M-i tapdıqdan sonra görürük ki, YO3-ün 0,1 molu 8 qramdır. Onda 1 molu 80 qram olacaq. Daha sonra görürük ki, XOH-ınsa 0,2 molu 8 qramdır. Onda 1 molu 40 qram olacaq. Və bizim doğru cavabımız D variantı. Növbəti olaraq 57-ci sualın həllinə baxsaq, bizə burada x-in kütlə payının azalma sırasını tapmaq tələb olunur. Kütlə payı ümumiyyətlə belə hesablanır. Omega x, yəni biz burada x tapdığımız üçün omega x-nə işarə edirik. X-in kütləsinin x və y-in kütlələri cəminə. Və təbii ki, 100%-ə vururuq. Bu belə. Biz əvvəlcə qrafikə baxıb x-in y-ə, yəni 1 qram y-ə düşən x-in kütləsini tapırıq. Birinci qrafikdə görürük ki, x-in y-ə olan nisbəti 7-nin 2-yədir. Yəni 3,5. İkinci qrafikdə x-in y-ə olan nisbəti 7-nin 3-ədir. Bu da hardasa 2,33 olacaq. Daha sonra üçüncü qrafikdə isə x-in y-ə olan nisbəti 21-in 8-ədir. Bu da hardasa təxminən 2,62 olur. X-in y-ə olan nisbətini tapdıq. Daha sonra baxırıq ki, y-in eyni kütləsinə
nə qədər çox x düşürsə, deməli x-in kütlə payı bir o qədər çox olar. Burada x-in kütlə payı ən çox 1-dədir. Daha sonra ondan sonra 3-dədir. Ondan sonra isə ən az olaraq ikinci birləşmədə olacaq x-in kütləsi. İndi isə gəlin 62-ci məsələnin həllinə baxaq. Bizə məsələnin şərtində 3 müxtəlif sulfit duzu, duzundan ibarət qarışıq verilib və bizə bu qarışıqlarda kükürt və oksigenin kütlə paylarının tapılması tələb olunur. Bu duzlara baxdıqda görürük ki, burada dəyişməyən hissə SO3, yəni sulfit qrupudur. Dəyişən isə kalium, natrium və kalsiumdur. Və bizə şərtdə deyilir ki, metalların ümumi kütlə payı 40%-dir. Onda yerdə qalan 60%-də SO3-ün ümumi kütlə payı olacaq. 60%-də SO3. Gəlin əvvəlcə tapaq görək. SO3-ün neçə faizi kükürt, neçə faizi oksigenden ibarətdir. SO3-ün əvvəlcə ümumi kütləsini tapırıq. 32 üstəgəl 16 vurulsun 3. O da eləyir 80 qram. SO3-ün ümumi kütləsi 80 qramdır. Və bu 80 qramın 32 qramı kükürtdür. Onda kütlə payını tapmaq üçün 32-ni 80-ə bölərik. Nəticədə 40% olacaq. Oksigeni tapmaq üçün isə 48-i bölərik 80-ə. Bu da olacaq 60%. Deməli, biz buradan tapdıq ki, 60%-in 40%-i kükürtdür, 60%-i də oksigendir. Növbəti olaraq biz 60%-in 40%-ni, yəni kükürdün kütləsini taparıq. Buradan 24% çıxacaq. Bu kükürtdür. Oksigen isə 60 vurulsun 60 bölünsün 100. Yəni 36%. Onda bizim doğru cavablarımız omega oksigen 36 və omega kükürt 24 olacaq. 1-5. Gəlin 69-cu məsələyə də baxaq. Məsələdə bizə kristal hidrat verilib. Bu kristal hidrat qızdırıldıqda müəyyən qədər su buxarlanıb gedir və əlimizdə 7,5 qram natrium yodid alınır. Gəlin buxarlanıb gedən suyun kütləsini tapaq. Bunun üçün biz kristal hidratın kütləsindən yerdə qalan duzun kütləsini çıxmalıyıq. 9,3 çıxılsın 7,5. 1,8. Deməli, bizim bu qədər suyumuz buxarlanıb gedib. Daha sonra 7,5 qram natrium yodidin və 1,8 qram suyun neçə mol olduğunu tapaq. Bunun üçün nö natrium yod bərabərdir. Onun kütləsinin nisbi molekul kütləsinə olan nisbətinə 7,5-in 150 olan nisbəti, bu da etməlidir 0,5 mol. Deməli, bizim bu kristal hidratımızda 0,5 mol duz var. Suyun molunu da tapdıqda eyni şəkildə suyun kütləsinin mR'inə olan nisbəti, o da edir 0,1 mol. Biz burada mollar tapdıqdan sonra görürük ki, 1 mol natrium yodidə x mol su uyğun gəlir. 1 mol natrium yodidə x mol H2O uyğun gəlir. Amma realda əlimizdə 0,5 mol natrium yodid var və ona uyğun gələn suyun kütləsi də 0,1 moldur. Deməli, 0,5 mol natrium yodidə 0,1 mol H2O uyğun gəlir. Buradan x-i tapdıqda 0,5-də 0,1, yəni 2. Cavabımız 2 olur. X ilə bərabər 2. Yəni, bu kristal hidratında natrium yodid vurulsun 2 mol su var. Ümumi formulu natrium yodid vurulsun 2H2O.